Dekabrın 12-sində xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Respublikamızın hər yerində olduğu kimi Ağcabədidə də dərin hörmət və ehtiramla anılıb. İlk olaraq dahi liderin rayon icra hakimiyyətinin qarşısında yerləşən abidəsi ziyarət olunub. Ziyarətdə Ağcabədi rayon icra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Allah rahmet eylesin. Burada abidə önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Daha sonra tədbir iştirakçıları Qızıl Saray Şadlıq evinə toplaşıblar. Mərasim Sadə İnsan Böyük Lider adlı sənədli filmin nümayişi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov dahi liderin ömrü yolundan söz açaraq onun böyük siyasətçi olmağı ilə yanaşı, həm də xalqın içində olan sadə, səmimi insan olduğunu diqqətə çatdırıb. Dahi liderin insana, insanlığa, mədəniyyətə və mənəviyyata olan münasibətinin hər kəsə örnək olduğunu bildirən rayon rəhbəri qeyd edib ki, biz bu ənənəni gələcək nəsillərə də ötürməliyik. Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının qurucularından olan partiya veteranı Tofiq Ağamirov, şəhid anası Zülfiyə Quliyeva və fotomüxbir Mais İbrahimov öz fikirlərini, ürək sözlərini bölüşüblər. Allah Taala'dan Ulu Öndərə rəhmət diləyirəm. 1982-ci ilin iyul ayının 12-sində Ulu Öndər Ağcabədiyə gələndə o vaxt Səməd adına kolxoza da gəlmişdi. Mən onda həvəskar kinokameram vardı. Bana dedilər ki, sizə icazə verən deyirlər ki, o kadrları çəkməyə. Mən onda 24 yaşım vardı, elə şeyləri bilmirdim də, istəyirəm. Həmən kino kamera bu kameradır. Sonradan məlum oldu ki, Ulu Öndərin sənətkarlara diqqəti məni bu kadrları çəkməyə icazə verilirdi. Tədbirdə sonra bana dedilər ki, Ulu Öndər bir əl işarəsi ilə iki nəfər sənə yaxınlaşıb, onlar yaxınlaşmadı. Orada mən Ulu Öndərlə kəlmə kəsmədim, amma video çəkişlər zamanı olan xatirələrimi 2 dəqiqə sizdən bölüşmək istəyirəm. Orada müharibə veteranları 40-45 bir nəfər sözü verildi. Sonra Ağabədi kəndinə olan səhv eləməsi Kərmubə Səhri adlı pamuk seyri. O dedi ki, mən bu qədər pamuk yiyirəm. Ulu Öndər rəhmətli gülümsərək dedi ki, tək yiyirsən. Dedi, yox. Ailəmizdən bir yerdə hardasa 800 bütün civarında. Dedi, sizin neçə uşağınız var? Dedi ki, mənim 12 uşağım var. Ailəmizdən bir yerdə bu qədər pamuğu toplayırıq. Ulu Öndər rəhmətli əlini qoydu Sərya xanımın çiyninə. Dedi, çox uşaqlıları cavan qızlarımıza da tövsiyə edir. Qoy nəsil artsın.
Ondan sonra da bir zaman pambasıyla söz verirler. Təəssüf ki, adını unutmuşam. Bəlkə xatirələrdə var onlardır. Əlimdən danışanda parmaqları görsəndi. Dedi ki, gör bizim qabaqçı pambaslarımız cavan olsa, Zarabatça dedi ki, öz da manikürdən qalmırlar. Sonra orada bir səhne vardı, səhnədən düşkənində cibindən darağını çıxartdı, saçın darağı. O darayan vaxtı, bəlkə də heç yeri yoxdur, bəlkə də Asilənin arxivində var. Amma mən o kadrları bu kino aparatından çəkmişəm. Gələcək Allah qoysa, çox hörmətli Rafim məndən xahiş edirəm ki, o lendə bərpasına köməklərsə, məktubları hələ məktubat cavab gəlməyib. Allah Teala'dan ulu öndərə rəhmət edirəm. Azərbaycan həmişə bayrağı ucalarda olsun. Diqqətçilərə sağ olun. Şəhid ailələri, həmçinin az təminatlı ailələrin də iştirak etdiyi tədbirdə Cümə məscidinin imamı Röya Balayev tərəfindən dua oxunduqdan sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılıb. Maisi İbrahimov, Qərənfil Rızayeva, xüsusi olaraq Azpress az saytı üçün.